Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlərlə DİMİN model testlərindən, demək 2026-cı ilin DİMİN model testlərindən 8 və 9-cu sualın izahına baxacağıq. 8-ci sualımızın izahında bizə deyilir ki, diqrafın qonşuluq matrisindəki birlərin sayı ən çox olan sətirlərdəki sıfırların sayı bu matrisin bütün sıfırların sayından nə qədər azdır? Baxsaq, deməli, birinci qrafımıza baxsaq, qrafın 8 dənə təpəsi var. 8 təpəsi varsa, ümumi burada neçə dənə 0 və 1 var? Matris şəklində yanaşsaq, 8 vur 8. Yəni, ümumi 64 dənə 0 və 1 var. Yəni, ümumi 0 və ya 1 var. İkisi bir yerdə. İndi bizdən soruşur ki, baxın, biz ayrıca tapmalıyıq ümumi sıfırların sayını, ümumi birlərin sayını və sonra onların fərqlərinə baxmalıyıq. İndi fikir versək, deməli burada 8 təpə varsa, təpələri nömrələsək, məsələn burada nömrələməni yerinə yetirsək, biz burada deməli 1, 2, 3, 4, 5, 7 və 8. Baxın, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, 6, 7 və 8-ci təpələr. Fikir versək, birinci təpədə 8 təpə var və 8 dənə də ilgəyi var. İlgək nədir? Bir təpədən çıxan til həmin təpəyə yenidən geri qayıdır. Birinci təpəmizə baxsaq, birinci təpəmizdə 3 dənə til var. Bir bu til, bir bu və bir də ilgəyin özü. 3 dənə. İkinci təpəmizə baxsaq, çıxan yoxdur. Ona daxil olanlar var. Yalnız ondan çıxan bir dənə ilgəkdir. Yəni, özü ilə qonşudur. Özünün özünə yol var daha doğrusu. 3-dən isə 3 dənə təpə çıxır. 3 dənə til çıxır daha doğrusu. 4-də yenə də bir dənədir. Çünki bir dənə ilgəyi var. Qalanları ona daxil olanlardır. 5-də 3 dənə. 6-da bir dənə. 7-də 3 dənə və 8-də də yenə bir dənədir. Aha, baxıram ki, bizə ən çox birlərin sayı olanlar. Birinci təpə, üçüncü, birinci təpə, üçüncü təpə, üçüncü təpəmiz, beşinci təpəmiz və 7-ci təpəmizdir. Tamam. İndi baxırıq. Birinci təpəmizdə 3 dənə biri varsa, deməli 5 dənə sıfırı var. Üçüncü təpəmizdə də eynisi ilə 5 dənə, 5-cidə də və 7-cidə də. Ümumi neçə dənə təpədə ən çox bir olanların sayı 4 dənə təpəmizdədir. 4 dənə təpəmizdədirsə, deməli ən çox bir olan təpələrimizdə 5 dənə sıfır varsa, deməli ən çox bir olan təpəmizdə, yəni 1-ci, 3-cü, 5-ci, 7-ci təpəmizdə bir yerdə 4 vur 5, 20 dənə sıfır var. Bəs yaxşı, ümumi qrafın neçə dənə biri var? Baxın, 3, 1, 4, 7, 8, 11, 12, 15, 16 dənə bir var ümumi qrafın. Və 64 dənə də 0 və 1 varsa, 64-dən biz çıxsaq 16-sını, qalacaq burada 48 dənə 0. Bu nədir? Bu ümumi qrafın sıfırların sayıdır. Bu 20 isə ən çox 1 olan təpələrdə olan sıfırların sayıdır. Bizdən də bunların fərqini soruşur. Deməli, 48-dən çıxsaq 20-sini, cavabımız olacaq 28. Deməli, 8-ci sualda düzgün cavab E variantı idi. İndi keçək 9-cu sualımıza. 9-cu sual. 9-cu sual da, yəni mənə görə çətin bir sual deyil. Yəni çox da belə yeni tip bir sual da deyil. Yəni qarşılaşdığımız və gördüyümüz sual tiplərindəndir. Deyilir ki, Vaqifin fotokamera ilə çəkdiyi şəkillərin hər biri 2048x1024 piksel ölçüyə. Piksel nədir? Ekran üfüqi və şaqül istiqamətində olan nöqtə sayı. Yəni A vur B. A vur B-imiz bərabərdir 2048, yəni 2 üstü 11 vurulsun 2 üstü 10. Və
224 rəng çalarında. 224 rəng çalarıdsa, düsturumuzu yadımıza salsaq, qrafik informasiyanın həcm düsturu A vurulsun, B vurulsun, endi bizə istifadə olunan en rəng dərinliyidir. Deməli, 224 rəng çalarıdırsa, bizə rəng dərinliyi lazımdırsa, 224 rəng çalanda rəng dərinliyi 24 bitə bərabərdir. Həcmimizi tapsaq buna əsasən V bərabərdir. A vurulsun B, yəni 211, bu edəcək 221. Vurulsun 24, 24'ü də 2 üstü 3 vuraq, 3 kimi yazsam. Bunu bölsək biz, kilobayt da dediyinə görə 213'ə böləcəyik. Deməli, bu da edəcək 3 vurulsun 2 üstü 11 kilobayt. Bu da 211, 2048, 3'ə vuranda 6144 kilobayta bərabərdir. Daha sonra isə müəyyən bir qrafik redaktorun köməyi ilə foto şəkillərin hündürlük və enində olan piksel sayı 2 dəfə azaldaraq. Yəni 211'i 2 dəfə azaltsaq, o zaman A vur B'miz nəyə bərabər olacaq? 2 üstü 10 və 2 üstü 10'u da 2 dəfə azaltsaq edəcək 2 üstü 9. Deməli edəcək 2 üstü 9. Bu da edir 2 üstü 19. Və rəng çalarlarının sayını isə 256 dəfə az olan. İlkin rəng çalarımızın həcmi 224 idi. Rəng çalarımız daha doğrusu 224 idi. 256 dəfə azalırsa 208'ə böləcəyik. Bu da edəcək 216. Bu bizim rəng çalarımızdır. Rəng dərinliyimiz isə 16 bitə bərabərdir. Yenə də biz rəng dərinliyimizə görə hesablasaq, o zaman həcmimiz nəyə bərabər olar? Həcmimiz bərabər olacaq. Həcmimiz bərabər olar. V bərabərdir. 2 üstü 19 vuraq. 2 üstü 4. Bölsək biz bunu 2 üstü 13'ə kilobayta çevirsək edəcək 1024 kilobayt. 1024 kilobayt əvvəl isə nə qədər olub? 6144. Vaqifin nə qədər? Yəni birinci şəkildən ikinci şəkilə indikdə nə qədər qənaət etdiyini tapmaq üçün 6144'dən 1024'ünü çıxacaq, qalacaq 5120 kilobayt. Bu bir şəkil üçündür. Amma bizdən 100 dənə, yəni bu bir şəkildə, Vaqif bir şəkildə 5120 kilobayt qənaət eləyib. Bəs 100 dənə şəkildə, o zaman 5120'ni vuracağıq 100'ə, bu da olacaq A variantı. Yəni 100'ə vurduqda 2 dənə də 0 yanaşı yazılacaq. 9-cu sualımızda cavabımız A variantı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.